21-ci il iyunun 3-də Rusiya Komünist Partiyası Mərkəzi Komitəsinin Qafqaz bürosu Zəngəzurun Ermənistana birləşdirilməsi barədə qərar çıxardı. İndiki Sisyan, Qafan, Gorus rayonları və Mexri rayonunun bir hissəsinin ərazisindən ibarət olan Zəngəzur qəzası yaradıldı. 18 fevral 1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Nüvədi, Ernəzir və Tuğud adlanan Azərbaycanlı kəndlərinin Ermənistana verilməsi haqqında qərar qəbul elədi. Nəticədə 42 kilometr olan və hazırda Meğri dəhlizi adlanan dəhliz yarandı ki, həmin dəhliz də Naxçıvanla Azərbaycanın qalan əraziləri arasında əlaqəni kəsdi. Sovet Bolşevik hakimiyyəti Azərbaycanlıların dədəbaba torpaqlarını Ermənistan SSR-ə bağışlamaq siyasətini davam elətdirirdi. Burada məqsəd təkcə Ermənistanı gücləndirmək deyil, eyni zamanda Türk dünyası ilə Azərbaycanın bütün quru yol əlaqələrini kəsmək idi. Bu isə geosiyasi maraqları naminə Çar Rusiyasının həyata keçirdiyi siyasətin Sovet hakimiyyəti tərəfindən də eyni ilə davam elətdirilməsinin əyani sübutu idi. Məşhur arxeoloq və etnoqraf Ələsgər Ələkbərov 1926-cı ildə Zəngəzurda apardığı elmi ekspedisiyanın nəticəsi haqqında Azərbaycanı Tədqiq və Tədəbbür Cəmiyyətinə yazdığı hesabatında qeyd eləyirdi ki, 1-ci Dünya müharibəsindən əvvəl Sisyan rayonunda mövcud olan 50 kənddən 30-u türk kəndləri idi və həmin kəndlərdə 25 minə yaxın əhali yaşayırdı. O, 1918-1920-ci illərdə daşnaqların törətdikləri qırğınlardan sonra həmin rayonda vurtut 200 min türk əhalisi olan 6-7 kəndin qaldığını, ən yaxşı evlərin və bağların isə qonşu kəndlərdə yaşayan ermənilər tərəfindən zəbt edildiyini yazır. 1948-1950-ci illərdə Gorus rayonunun Şurnuxu, Ağbulaq, Qurtqalaq, Şahverdilər və Şamsız kəndlərinin, Qafan rayonunun Xələc, Gödəkli, Qaradığa və Dovruz kəndlərinin və Qafan şəhərinin Azərbaycanlı əhalisi Azərbaycana deportasiya edildi.